Salam. Aleykümselam. Özünüzü təqdim edin. Emin Qarayev. Emin Qarayev. Bilmək istəyərdi ki, kimsə, qoy hamı bilsin ki, sən kimsən. Hə, mən kimi, yaxşı. Mən kiməm, belə deyim də, mən SMM-ci, həm marketinq, həm də satış meneceri, həm də blog kimi fəaliyyət göstərirəm. Başqa nə sualınızsa buyurun. Hansı fəaliyyətləri, hansı işləri, nəyi reklam edirsiniz, hansı marketinqlə məşğulsunuz o barədə? Hə, reklam da sosial çarxlarda, sosial çarxlardan başlayıram. Belə deyim, birinci səhifə idarə SMM-dən başlayır. SMM odur ki, SMM səhifə idarə etməli, blogların çəkilməli, video qrafların çəkilməli, fotosessiyalar eləməli, mətn yazmadır, algoritmi düzgün rəy etmək lazımdır. Qaldı blogerlikdə qısa metrajlı, belə də şəhidlər videosu da olur, özümə filmlər videodur, bütün sahə üzrə çəkiş edilir. Əsas YouTube sayəsində çəkiş edilir ki, üstünü qaldıra və inkişaf edir. Qaldı başqa mövzusu, SMM dedim, video çarxlar dedik, qaldı indi arıqlamaq və satış edir. Satış belədir, satışın iki cürü var. Biri tanıtım satışı, biri var marketing satışları. Onlar fərqlidir. Marketing satışları, marketing düzgün bilmək lazımdır. Marketing necə öyrənmək lazımdır. Bu dərmin onun başqa bir mövzuda inşallah davam edər. Şimdi başlayaq biz əsas mövzu arıqlamalar içindir. Hamının dərdli bəlası. Arıqlamaq. Sizdən başlayaq. Sizin kilonuz neçədir? Və sizin üstündə müzakirə ediyoruz. Əsmə xanım, sizin neçə kilonuz var? Özünüzü təqdim edin və kilonuzu. Çəkilişdən əvvəl də Emin Qarayevə dedim ki, məni qatmayaq, amma yenə də qatdı ki, qatdı. Qatdım da. Hə, neçə kilosunuz və... Qadınlar neçə kilo olur olsun, yenə də arıqlamaq istəyir də. Yox, belə deyək, yaş və çəki önəmli deyək, bir də boy. Və yaşın belə deyək, 20-dən 25-dirsə, yaş. Amma da tez arıq, amma 25-dən 45-ə yaş, amma çox gec arıqlama olur. Məsələn, siz düzgün dolanma eləsəniz, bəlkə də düzgün yeməklər eləsəniz, diyetən düzgün tutsana, arıqlaya bilərsiniz. Belə deyək, 80 kilo insanlar bir ayda 6-8 edir, qışda 200 getir su içməlir. Ən bədən suyu olmadığı üçün, bədən su tələbatını ödərsin ki, hormonlar düzgün işləməsin, metabolizm düzgün işləməsin, belə qazlardır, hamısı parçalar, yağlar parçalar. İnsanlar küçültür. Bir də var əzələ kökü, bir var pi kökü. Sizdə əzələ kökü, bir də pi kökü. Əsas şərtlidir, əzələ kökü olanda əzələdən verməlisin. Pidən olsa, pidən verir. Qidalarla düzgün qidalanmalısan ki, səhər saat belədir, səhər saat 5-də durub su içməlisiniz, 6-da ballı su içməlisiniz, durmadı. Yeməkləri saat 8-də yeməlisən, 12-də yeməlisən, 4-də yeməlisən, 4-dən sonra meyvə olmaz, 4-dən 6-ya kimi meyvə, 6-dan sonra meyvə yememəkdir. Sizə axşamlar yağlı şeylər olmaz. Başqa nə sağlasaq buyurun. Emin bəy kimi gənclərə əslində pəncərə açılmalıdır, yol açılmalıdır. Onların yolu genişlənməlidir ki, çox şeylərdən insanları maarifləndirsinlər. Bəli. Emin bəy, düzgün olmayan pəhrizlər verirlər hətta arıqlamaq üçün. Bir müddətdən sonra 2 qat çəki alırsan. Sizdən razıyam. Pəhriz düzgün, pəhriz baxın, kim necə pəhrizdir və 10 kilosuna çəkinə baxın. Yaxşı, indiki bu kofelər, çaylar var da, satırlar, baha qiymətə, hamı alır. Deyilir ki, həmən kofelər, çaylar sonradan çox pis fəsadlara gətirib çıxarır. Ha, niyə fəsadlar üçün? Mədə varsa da çöplər yarada bilər, qida borusunda xəstəliklər, növlər yarada bilər. Kofenin baxır sənin belədir, diaqologun,